Testdə bizdən cümləni tamamlamaq tələb olunur. If you aren't doing homework, əgər sən ev tapşırığını etmirsənsə, demək variantlardan da göründüyü kimi biz bura qısa cavab verməliyik. Yəni neither do I, so do I tipli cavablardan biri. Bizim ilk tərəfimizdə zaman indiki davam edici zamandır. You aren't doing. Və həmçinin burada demək inkar cümlə olduğu üçün biz həm zamana fikir verməliyik, həm də inkara uyğun cavab verməliyik. A variantında I am not to inkar cümlələrdə işlənmir. Ona görə A variantı çıxır. Also B variantında həmçinin inkar da işlənmir. C variantında neither I am burada I və əmin yeri dəyişib. Yəni neither am I olsaydı doğru ola bilərdi. Ona görə də yeri düzgün verilmədiyi üçün C variantı səhvdir. D variantında I am not either. Either inkar cümlələrdə işlənir. Gördüyümüz kimi E variantında da I don't either'dir. Burada da yəni either işlənmişdir. E variantında yəni köməkçi feil don't seçə bilmərik. Çünki bizim cümləmizdə aren't doing'dir. Yəni köməkçi feil cümlədə əgər to be'nin formalarıdırsa, biz cavabda da to be'nin formalarına uyğun cavab seçməliyik. Yəni present simple indiki davam edici zamana aid olsaydı feillərə, yəni biz burada don't istifadə edərdik. Ona görə E variantı doğru deyil. Doğru variant D variantıdır. I am not either. Either inkar cümlələrdə işlənir və zamanı həmçinin uyğun olduğu üçün, həmçinin də köməkçi feil düz verildiyi üçün D variantı doğrudur.